qab, dişvizi düzəltdirin də. Yoxdur da, yoxdur. Yəni indi biz orada tikintidə sementdən zaddan bir-iki möşək özümüzə götürüb bura mən dirək verəcəm, dişləri qaldıracam yuxarı. Rus dilidir ay millət. Nə rus dili? Burada rus dilinə danışan yoxdur. Sara xanımın salam deyin, aleyküm salam. Bu Toçna anasına bənzir. Bu gədə Toçna anasına bənzir. Eləmi? Gədə deməyiniz də ayrı şeydir. Yuyan biabır olur, kömək edirsiniz. Yuyan biabır olur. Yo, mən biabır olana oxşuyuram. Bax, oturmuşam burada. Gül kimi sizlə danışıram. Mən biabır olsaydım efirə çıxmazdım. Düzdürmü, ay millət? Nə? İsti nə? İsti əridib. Sigaret çəkib. Yeni siz deyir da, yeni sizi deyir da. Salam, necəsiz? Aynur niyə gəlmir Azərbaycana? Çünki gəlmir. Çünki mən buradayım, məndən qorxur. Ev Saranın evidir. Bəli, hardan bildiniz? Oydu, məndən yaxşı bilirsiniz hər şeyi. Sizin baş ucalığınızdır. Ailəsinə kömək edənin də. Çox sağ olun, çox sağ olun. Başınız var olsun. Allah saxlasın. Allah sizə də saxlasın. Ayda oxuya bilmirəm hamısını. Gülürsüz, qırıldınız gülməkdən sizin. Tamam. Bəzilərinizi oxuya bilmirəm. Düz. Жена почему себя не показывает, она боится камер. У нее клаустрофобия. Tikintidə iş var. Yoxdur, girməyin, salam. Özünə sərf edən mesajları oxuyur. Təbii ki, siz də hamımız eləyirik, sərf edənləri edirik, oxuyuruq, yeyirik, içirik, hərəkət edirik, sərf etmirik. Sara hardadır? Evdə. Ay millət, atasının evidir. O da düzdür. Kim nə deyir düzdür? Mən heç kimi incidəsi deyiləm. Hamınız düz deyirsiniz. Ev mənimdir, ev Saranındır. Ev vətənimizindir, ana vətənimizindir. Çünki burada yerləşir, buranın torpağında yerləşir. Ay millət, yazılanlar niyə oxuyursuz? Niyə oxuyuram? Oxumuyum. Sizi Allah qorusun. Nə danışım? Deyin bir danışaq, tema danışım, anekdotdan zaten. Allah sizi qorusun, çox sağ olun. Canın sağ olsun, sağ olun qardaş. Qardaş, siz ağır tərbiyəli qardaşsınız. Aynur sizə də özünə oxşadı. Siz də özünə oxşatdı. Yo, mən neynirəm ki burada? Yenə də ağır tərbiyəliyəm. Yazılanları niyə elə oxuyursunuz? Sizin xoşunuza gəldi elə oxuyuram. Sara hardadır? Sara buradadır. Saranın atası. Niyə? Bayaq bura gələndə də eyni sözlərini tanımışdı, başa düşmədim, nəyə gülürsüz yenə. Sara niyə danışmır videolarda? Yaxşı eləyir, nə? İndi gördünüz danışdı. Ay Maya salam deyin, aleyküm salam. Qaqa fikir vermirəm. Nə yaxşı var işi tikintidə. Nə yaxşı var tikintidə başım qarda tez kimin xətrinə dəymir yola verir. Bəli. Niyə dalaşaq, niyə qırışaq? Qaqa məxvi 020 özün get yat, get dincəl. Hər kimindir. Düzdür xanım Mirzayevə. Xoşbəxtlik, Allah daim etsin. Bütün sevənləri də bizim kimi. Həmsində yəni, bütün sevənləri. Bu bilet bu nə danışacaq? Bu çox danışacaq. Gözünə girsin biletin. Çünki rus dillidir. Niyə elə oxuyuram? Ola bilər. Danışığım bilməyənə fikir vermə, narahat olmayan, onsuz da fikir vermirəm. Adı nədir? Aymanın adı Məhbubə. İmkanıdır atası. Kimin? Yox, çox sinirlisiz. Sinirli deyiləm, əsəbi deyiləm. Necəsiz Sara, necədir? Sağ olun Fərdi xanım, yaxşıdır. Siz necəsiz?
Kimdir? Mama. Aymacı oradan WhatsApp-la yığıb burada bizə baxır. Amin, amin. Hə? Aleyküm salam, Ayma, aleyküm. Qoşula bilmir? Yox, canım. Siz belə gətirin. Belə? Hadi get, yaxşı. Hər zaman, belə səbirlisiniz. Bəli, mən elə bil ki, uşaq vaxtı valeriyan çənin içinə düşmüşəm. Yəni, sakitləşdirici çənin içinə düşmüşəm. Ona görə. Görsətmədə elə də səsi gəlsin. Elə, belə görsətməyim. Həman bir danış səsin gəlsin. Herkese salam, akşamınız xeyir, nasılsınız? Mamam burada, ay, sən də düş. Sən burada düşmədin. Burada nə yiyirsən Ayma? Alma. Mətbəxinə bax, eləcənə bütün günü mətbəxdədir. İndi güya bizdə mətbəx yoxdur. Dondu. Xınasına söz dedik, dondu. Geri qayıtdı. Valeriyan çəni. Valeriyanka da bilirsiniz, sakitləşdirici dərman. Ayma, ya deyirlər nə tərsən? Adını soruşdular. Deyir, qonaq niyə getmirsiniz? Kuxunanı tərifləyirlər. Kuxunyanyo super deyirlər. Gene mamam gelecek bize, Bakıya. Buyur. Və mən də deyirəm, biz oraya gedək. Buraya? Yox, Gürcüstana. Gürcistan'dan da sizle beraber gideceğim. Gidem görüm gəlindən Arif nə istiyorum ben olmayanda. Neyinirsən, nəyə gəlirsən? Yaxşı oldu dedi, evi yığışdırmayın. Gəl, yaxşı. Ay, bax o, burada uca soruşurlar ki, Aypa'nın adı nədir? Sənin adını öyrəndilər. Atamın adı Ürəkdir. Aha, bax, Ürəkdir adı. Aha, yazırlar. Yox, yalan yazırlar. Bilmirsiniz adını. Nədir? Evzad mı almaq istəyirsiniz? İstəyirsiniz soyadını da deyim. Danışırsan sən Momina? Bayaq danışdıq. Qoyar mı gəlin rahatlasın? Gəlirəm də gəlini dincilətməyə. Sabah saat 8'də zəng edib gəlini yuxudan qaldırıram ki, yalandan. Buraya həyatım. Çox sağ ol. Kim gedib çələk alıb yiyibdir? Bir çələk alanlar belə bil mənə çələk göndərsinlər. Çələk stikeri göndərsinlər. Sələmdən ürəyim indi şeyə düşüb qarqdalı. Kim çələkdir? Kim çələmdir? Nə olur? Qarqdalı. Uşaq. Nə olubdu? Aha. Deyir gəlin ki, gəlin. Neçə nəfər var canlında? 971 deyirlər ki, gəlin deyir bayaq danışdım. Yəni səndən danışmaq istəmirəm. Çox sağ olun. Mən yemirəm. Aifdir. Mən elə belə görsə də bilərəm. Yəni ki, Getdi. pulumuz var. Kilosu 2 manat deyə almışıq. Neçə satın? Xala. Bax, Qarğıdalı, amma milyoner burada neyinir? Qarğıdalının biri 70 qəpikdir. Qarğıdalı göndərməyin, ha, paxıllıq. Bu dəqiqə şeydir, paxıllıqdan bir özümdən gedəcəm. Qarğıdalı yiyibsiz milyonerlərə bax, buna öz 2 nəfər. Burada yazanlara Sağ olun, Sara Vüsal ürək yazar. Niyə gəlməsin ki, oğlunun gəlinin yanına gəlir, lap əcəb edib gəlir. Sağ olun. Kaş mənim də qaynanam Ayma kimi olsun, amin. Amin. Ayma, sənin kimi qaynana istəyirlər burada, Məryəm xanım. Heyf bir oğlum var, heyf. Gözləb deyilər. Zənglə yığacam ki, şey olsun. Deməli belə, Ayma ürəkdir. Belə donmayacaq, hala, belə rahat danış. Həman belə danış. Sara'dan soruş gör, indi məndən razıdırmı? Yerlə göy qədər. Yerlə göy qədər. Bir xanım yəqin yazıb ki, nə yaxşı deyir, qabağıma çıxıbsınız, çox gülməlisiniz. Hörmətim var, o qədər hörmətim var.
Xahiş edirəm düz yazın. Bəzi şeylərdə qorxuram oxumağa, birdən pis sözlər O yazırsınız. qədər hörmətim var deyir. Hə. Deyək ki, yəni hörmətim var da Aymaya. Hə. Sağ ol. Ayma çox yaxşı qadındır. Ayma hanı? Ayma telefonda burada. Qulağı buradadır. Soruş Ayma razıdırmı gəlindən? Ayma sən razısan gəlindən? Soruşmayın. Gəlimdən də razı olasıyam. Gəlim hələ olası. Nə olası? Takipçilərə görüşmək yarı batırıb. Uşağı olası, nə olası, inşallah onu gələcək göstərəcək. O da düşdüyü yerdən görüb götürəcək, yaxşı olacaq. Mən pis olsam, o da pis olacaq. Sizi bütün ailənizi bəyənirəm sizə. Bacımın pis deyirlər, oradadırmı? Oradadırmı, oxuyum mu? Yoxdur. Hə, onda döşüyüm. Deyiləm, bacım olmasa biz burada olacaqdıq mı? Yaxşı, bacım olmasa biz burada olacaqdıq mı? Mamam dedi deyə dedim, yoxsa elə deyil. Danış ona domay çox emoyla danış. Nə yazırsınız, nə deyirsiniz? Daşın. Ayma yaman. Sənə deyirlər yamansan Ayma. Yaman olmasam bu qədər millətin qabağında ağılla hərəkət edə bilərdimmi? Hamı deyirdi ki, Instagram, TikTokda çıxacaqlar, səyləyəcəklər, nə bilim, azacaqlar. Qurban olum Allaha. Allah kəla insana ağıl verəndə heç yerdə adam azmır. Azan hər yerdə azır, onu bilir. Düzdür, man, düzdür. Sənə salam deyirlər. Max proqramı ilə danışın. Yo, Max lazım deyil. Man bir də nə deyirlər, IMO proqramı deyir yüklüyün. Dondu. Nədim, nə rətqəniyyətdə bura? Ayma, nə olar mənə qatlama gətir. Qatlama şeydə, Azərbaycanda qız var, Vüsarla xanım pişirir, xanımlar. Kimə lazımdır Vüsarla xanımın səhbəsinə keçin, oradan sifariş verin. 1000 qatda məndən gözəl pişirir, çox səliqəli, təmiz, gözəl xanımdır. Yalan demirəmsə günəşlidə qalır əzizlərim. Kimə lazımdır sifariş verin. Sən tərifləyirlər, mam, deyirlər ki, Ay yazıb ki, qatlama pişirim gətirir. Amma mən istəməmişəm, çox sağ olsun. Kimli rəy istəyir, sifariş verin, gətir göndərsin. Ay, indi bir dənə qatlama istədilər. Dana burada ya şişilləmə söz deyir. Mən var ya, bəlkə biri pişirəmir. Dana istəyir, deyirəm, aha falan kəs yapın. Qatlama internetdə doludur, özünüz pişirin. Nə var onu pişirməyə? Bundan yiyən olub bu konfetdən, reklam olmasın. Nə reklam var? Ara qarışmışım mən bir dənə. İndi şeyə... Neydi? Hadi hala deyim. Yazımı oxuyun. O qədər yazıblar, o qədər. Hər şey pişirib aparacağım. Çünki o mənim oğlum sayılır artıq. Nə? Biz ailəliksə də olmuşuq. Kola. Nə salıb gətirəcək? Paxlava zat pişirib aparacağım onlara. Uy, bir aydan sonra. Nə? Güzel. Bənən. Güzel. Onda gəl, yolunu dört gözlümü. Hökümə deyil. Bir oğlum Salih, sen olsana. Uy, Salih demekti. Dağıstana aparacaq. Bir say ver içimdən. Geçiyor, Dağıstana gedirik, Dağıstana izlərim. Ayma, не понимаю языку. Deyir, nəsə biri yazıb ki, Saskıçılsa, yazıq dili başa düşmürəm, deyir, ona görə baxmıyorum. Bu Dağıstana gedirlər, qonaq çağırıblar. O qanı, bu deyir... Hədiyyə eləyib əzbərim. Biz onlara gedirik, bir həftə bizi orada qonaq çağırıb Dağıstana. Hə, o şimdi mamama mətbəx mebelini kim hədiyyə eləyib, Məhəmməd Rəsul o qonaq çağırıb bir həftəliyə Dağıstana. Çok hoşlanmış. Gedəcək oraya. Gedəcək hamımız səslər semiyə yatışacaq Gürcüstana. Ay, sən də... Gəl gedək Gürcüstana mahnısı var. Bax, eləsi mahnı oxuyuq, Gürcüstanda gəzəcək.
Aydındır. Şeydir. Au. Yaxşı oxuya bilmirəm. Ürəyim istəyir gedək Gürcüstana, yeyib içib şəmlə yedək. O mahnıya. Nəyi oxuyum sən? Ha, nəyi oxuyacaqsan Ayma? Deyirəm mahnı var ya, qəşəng mahnı deyir, ürəyim istəyir gedək Hə. Gürcüstana. Elə xoşum gəlir o. Dağıstanda Siz bilin. Dağıstan nə yazıb? Bu Tamara xanım nə yazıb başa düşmədim. Deyir, mam sən niyə deyir rus dilində danışırsan? Rus dilində çünki Rusiyada yaşayıram. Rus dilli izləyicilərim həddindən çoxdur. Onlar çox küsördülər. Niyə danışmırsan Rus dilində? Məcbur biz danışdıq. Azərbaycan dilini buraxdıq sana. Rus dilinə keçdik biz. Çünki izləyicilərimizə hörmətlə yanaşıram. İstədiyim qədər Rus dilində çəkiliş edirəm. Sizin səhvəmizdə də Azərbaycan dilində çəkilişlər edirik. Sizə də göndərirəm ki, siz də paylaşın və həm izləyicilərim darıxmasın. Lazım olanda sizin Burada sənin səsin üçün darıxıblar deyə biri xanım gəldim ki, yazıb ki, babam deyir bezibdir mamanın səsindən, bütün gün mamaya baxırıq. Səsindən bezib ki, o arvadın, xanımın səsi başımıza düşürdü. Bir də deyirlər ki, kök salatının reseptini deyərdi. Kələmdir mi yoxsa kök salatının? Kök satılırsa sürkən tənəzdən, ondan sürkəsini keçirirsiniz. Məsələn, 1 kilo kökə, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı duz, 2 xörək qaşığı qədər alma sirkəsi vurursunuz, qarışdırırsınız onu qəşəng. Sonra 1 kilo kökü qeyd eləyən var mı gözdə bəlkə tez deyirsən? Satılır, hazır şəkildə də satılır. Ya da özünüz vura bilərsiniz qara perec, qırmızı acı biber, sonra sarımsaq, sarımsaq əzirsiniz, vurursunuz. Bir də keşniş toxumunu xırda əzilmiş, üydürmüş də var, özünüz də əzə bilərsiniz. Onu qatırırsınız və 4-5 baş soğanı yarım stəkan duru yağda qızardırsınız. Ayma. İsti soğanı vurmamaq şəklindən. Bir dənə deyir 1x-lə de, çox sürətli deyirsən. İkincisi də deyir əsəbləşəndə Aymanın səsinə qulaq asıram. Karaleva yazıbdır, Karaleva. Çünki Aha, getdi. bütün izləyicilər yazır. O da halal xoşlar olsun, həm səsindən enerji alırlarsa. Здоровья. Все, которые мне пишут, чтобы от меня позитив энергии берут, чтобы Аллах их сохранил. Чтобы у них всегда был улыбка. Bizim izləyicilərimizə də Allahdan həmişə yaxşı günlər, yaxşı gələcək, gözəl, rahat yaşayış, sevgi, rahatçılıq arzulayıram. Həqiqətən də insanlar məndən aldığı enerji, məndən aldığı vücud qüvvə insanlara çox rahatlaşdırır. Mən getmişdim kosmetolog. Elə bildim, bitdi sözüm, deyil. Kosmetolog Züleyxa var. O deyir ki, o qədər yorğun idim deyir. Bütün deyir, hər yerim ağrıyırdı. Birdən deyir, təsadüfdən sizi gördüm. Elə bil deyir, həyata təzədən qoşuldum. Deyir, bundan sonra deyir, baxdım səhviyə, sizdən o qədər xoşum gəldi. Yazdı, məni çağırdı. Moskvaya getdik, onunla görüşdük, çəkilişlər elədik. Yəni, bir nəfər desəydi, mənim özüm də belə şübhələnərdim ki, bəlkə də yalandı. Amma bu qədər insanlar yazırsa, minlərlə, milyonlarla adam yazırsa ki, səndən enerji alırıq. Həm Azərbaycan, həm Rus, həm Qazax, həm Türk, hər bir millət onu yazır. Bir də o... Demək Allahın xoşbəxt bəndəsiyəm. O səhəm aman olduğuna görə də Allahın bir dəfə şükür oldu ki, belə gözəl adam var. Allah bütün anaları qorusun, sən başda olmaqla. Amin. Bu yazıb ki, o Karaleva... Yenə yazıb ki, Allah haqqı səsi şifa kimi gəlir. Səfa yazıb, yəqin ki. Şəfa. Allah həmişə şəfalı eləsin. Allah heç kimə dərd azar verməsin. Nə qədər yorğun da olsam, nə qədər gücsüz də olsam, həmişə çəkilişlərdə insanların üzünü güldürməyə çalışmışam. Heç vaxt insanlara negativ enerji buraxmamışam.
Allah da bundan sonra heç vaxt peşman eləməsin ki, Ayma. uşağın dili güdə olmadı. Ayma, Bəzən bəlkə sən sanatoriyasasan. Çünki sanatoriya cəmaət şifa tapır. mən pulsuz, parasız müalicə eləyirəm insanlara, pozitiv enerji verirəm, insanların ruhuna işləyə bilirəm, onları rahatlaşdırıramsa, dünyanın ən birinci pulsuz fizioterapiya sanatoriyasıyam. Sağ ol, mam. Görək sualları cavablayaq. Məzələnir mamayla. Bax o, nə pis uşağım həmin. Mamamın səsi getdi. Nə deyirəm? Buradayam. Siz mamanızla zarafat eləmirsiniz? Nə dedin ki? Nə deyirlər? Gülürlər, öz deyib öz gülür. Həkimə gedin xanım, həkimə gedin. Yazıblar ki, mamasıyla məzələnir, sonra da smailik göndərir. Ay Rusiyanın harasından qalır, onu çox görmək istəyirəm. Səni görmək istəyir, Mavi Dəniz adında bir... Ulyanovsk şəhərində qaleriya istərim. Moskvada da tez-tez oluram, görə bilərsiniz. Yəni, məni telefonda gördünüz, ya canlı gördünüz, hamısı eyni bir şeydir. Mən izləyicilərimin hamısına hörmətlə yanaşıram. Sadəcə bəzən videolarımızda bəzi gülməli bir şeylər çəkəndə başlayırlar, ay bu belədir, ay bu yaşına uyğun hərəkət eləmir. Vallahi 5 günlük dünyadır. Heç kimə qalmayacaq bu dünya. Yiyib içib kef eləyin dana 5. Mamam elə bir qırıq maqnitofondur. 3 söz deyir, 3 söz. Rahat yaşayın. Aha. Eşitmə dediklərimi. Dişlərin əyridir, Despina. Nə gözünüz amma sizin yaxşı görür. Gəncədəki mağazanın Ayma açır. Yox. Renova qrup yaddan çıxır. Bax o, Renova qrup gəldi. Renova qrupu sabitləyək. Yatmır Renova. Gecə gündüz işləyir Renova qrup. Həmam. Şükür. İnşallah ki Bakıda da başqa iş açacağım. Yaxın vaxtlarda əzizlərim. Sizə də bəyan edəcəm. Gələrsiniz, görərsiniz. Siz də yararlanarsınız. Hələ Dağıstana gedən bir Magomed Rəsulun mebel mağazini reklam eləyim, çəkiliş eləyim. Sonra üzü Gürcüstana tərəf, sonra Bakıya inşallah ki hər yerdə qolumuz, qanadımız genişlənir. Allah hamının qolunu, qanadını qırmasın, genişləndirsin inşallah. Sağ ol inşallah, amin. Mamaya niyə belə elə dedin? Elə dedin. Nə dedim Ayma mən sənə? Dedim ki, heç nədə, yəni bir gözdə qoy şeyləri oxuyum. Nə dedi? Söymədi, döymədi. Yəni deyir yazılanları oxuyum, görüm nə yazayacaqlar. Burada aramıza şəratdılar mahnısı var idi, Bağoğlan mahnısı. Aramıza şəratdılar. Əzlərim ekran tıklayın. Ekran 18-dən mindir. Ekran təyin eləyin durmadan. Dedim, hə, sənə niyə 40 magnitofon dediyimi deyirlər. Çünki gedib gəlirsən də səsin itir batır. Ona görə. Elə o sözü deyəndə səsin getmişdi. Əzlərim, bizdə biraz sviyaz problemi var. Siz də hər şeyi sırası qoşmayın. Bana biraz lələyi yerə qoyun, lələyi. Yaxşı ama burada telefonun zərətkası bitir. Həm də bu mənim canlı yayımımdır. Bu mənim canlı yayımımdır da. Yəni məni rahat qoy da. Bir irəli qoy cavanlar. Hamınıza xoş istirahətlər, şirin yuxular, gözəl sabahlar, gecəniz xeyrə qalsın. Öpdüm hamınızı. Do svidaniya, добрый вечер, değil mi? Spokojny son. Gecən xeyrə qalsın mı? Sizin də. Gecəniz xeyrə qalın. Karaoke edin. Gürcüstandan aleykümsalam. Nə karaoke? Mən oxuya bilmirəm. Karaoke oxuya bilmirəm. Sağ olun hədiyyələriniz üçün. Qaynanan Moskvadan biz qonaq gəlib gələndən sizi izləyir. Hə, lap yaxşı. Hər dəfə zaryadkan bitir ayqa. Nağarım pulum yoxdur batareykasını dəyişməyə. iPhone 6 istifadə edirəm hələ də.
Bizdə də zaretkamız var evdə. Mən indi zaretka qoymuşam, o birisi yoxdur. Allah sağ elə səni xoşbəxt eləsin. Nida işarələri çox sağ olun. Allah sizi də xoşbəxt eləsin. Nida işarəsi səsli şəkildə. Dişlərin niyə əyridir? Belə deyildin axı. Səni gəlin vurub qırıb dişləri. Yox, özüm qapının tininə dəymişəm. Ayağım sürüşüb qapının tininə dəymişəm, vurmayıblar. Mamanı zaretka bitir deyə yola salırsan. Nə pis evladam mən, nə pis evladam. Salam, axşamınız xeyir. Axşamınız xeyir Toğrul bəy. Siz mən harca görmüşdüm. Canlara gəlir sarı bir. Gülürlər, hə. Nəsə gülürsüz, nəyə gülürsüz? Nəyə güldüz? Çocuq var. Hər tərəfdə çocuq var, bəli. Sokaqda var, bağçada var. Hə, düzdür, hə, düzdür. Doğrudan yıxılmısınız? Yox, yalandan. Mizah. Kökəlmişsiniz, çox sağ olun. Bəli, kökələ bilərəm. Yayda hamı araqlayır ki, fit olsun, Sibircdə orada burada defile göstərsinlər, amma mən yox kökəlirəm. Allah sizi qorusun, çox sağ olun. Agron salam Gürcüstana, Azərbaycana. Bizi hardan izləyirlər? Birinci yerdə Azərbaycan olmaqla hamıya salam. Axşamınız xeyirli olsun. Gecə davam eləyir. Birazdan canlıdan çıxacam. Çünki rəqiblərim canlı açır. Bizim baxışlar düşəcək. Yəni, Gəncəli, bəli, Gəncəli həyat yoldaşım gəlir. Gədəbəydən salamlar. Əleyküm salam. Hardan yıxılmışsınız? Heç nə. Evdə. Burnum balacalaşıb. Nəsimi qardaş, çox sağ ol. Burnuma görə çox narahatçın, məndən çox. Əleyküm salam, əleyküm salam. Gürcüstanın bütün bölgələrinə aqronlu salam. Большой Qamarcobas, Qagimarcos. Saqqalımı niyə kəsmişəm? Niyə də olmasın? Sizdən soruşmalıydım. Zarafat edirəm, aqressiv cavab vermirəm. Prosta kəsmişəm. Yaydı, biraz rahat olsun, belə yəni ağırlıq eləyirdi mənə. Üzüm belə sallanırdı. Gəncədən aqronlu salam qaqa. Əleyküm salam Tural. Yevlaqdan salam, əleyküm salam Yevlaq. Gəncə kürəkəni. Bəli. Belə yaxşısan, belə yaxşıyam, çox sağ olun. Məncə də mən hər türlü yaxşıyam, amma belə mənə daha çox xoşuma gəlir. Həyat yoldaşım deyir, biraz daha qalın olsun, daha belə biraz yaşlı görün, belə aqressiv görün. Amma mən üzümü qırxıram ki, cavan görünüm. İndi mən 23-24 görsədirəm, deyil mi? Yəni, nə olar elə yazın? Neçə yaş görsədirəm? Olar elə yazın. Yəni, köynəyim biraz tündür, yaş çoxalda bilər. Lazımdır gedim... Aha, baba, belə, qıcıqlıq eləyirlər. Hə, sonra? Baba. 35 yazanlara bax hələ. Ayıb olsun sizə. Canlıdan çıxın, 35 yazanlar canlıdan çıxsın. 33-ü keçənlər canlı 45. Gedin açıqı tapın. Gedin eynəyinizi taxın. Eynəyinizi taxın, geri qaydın. Gözləyirəm, hamısı qeyd edib. Bir dənə orada 45 yazanı qeyd edirəm. Aha, ucu 48. Qaqa, bu şey deyil, hərrac deyil. Qiymət artırırsan, deyil, $100 verirəm, $200 verirəm. 27, 31, 25, 50, cəsur, 50. Yaxşısı. Yəni, mənim qəlbim qırmağa çalışırsam, mən yəni ki, onsuz da qəlbimi paramparça. Özüm, gözlərim dolubdur, amma ağlamayacağım. 70, oha. Sən yəqin güzgüdə özünə baxırsan, ya da evdə baban var, babana baxıb deyirsən. Açıqlarınızı, linzalarınızı taxın, iPhone-unuzu götürün, ekranı belə böyüdün, elə baxın. 37, 90, 19, niyə? Dədələrin yaşlarını yazırlar. 100, inşallah 100 yaşımda da canlıda olacam inşallah, görək. Amma onda qulaq aparatı olacaq, gözdə belə özümdən yekə açıq olacaq belə. 31, aha, inşallah süpersiz, 100 yaşa, düz yaşa. Qəşəng.
Süpersiz, süpersiz. Çox sağ olun. Nə edim? Hə. 23 yaş. Salam, mən Gürcüstan. Salam olsun hər yerə, bütün rayonlarımıza, bölgələrimizə, hər yerə, bütün dünya, kainata, nə bilim, İngiliscə desək, Rusca desək, Mlečny Put, Galaktika, nə bilim, Solnечная sistemi, Günəş sisteminə salamlar. 32, inşallah Allah ömür versin, çox sağ ol. Kim 33 yazıb, afərin, 33 yaşım var. Falçılıq eləyə bilərsiniz. Canlı açın, falçılıq eləyin, belə, biraz buradan belə şey zadasın, belə, boğazın salonu nə deyirlər, çep, düzdürmü? Biraz özün də? Çep. Sep asın, nə belə üzüklər zadlar belə qara daşlı, qırmızı daşlı, oturun başlayın ki. Boyun bağı da deyil. Hə, boyun bağı. Bir də başınıza bir dənə belə şal bağlayın, başlayın şey eləyirəm. Zafir, evli olmaq, subay olmaq. Evli olmaq yaxşıdır, subay olmaq. Yəni indiki şərtlərdə mən yəni ki, təbii ki deməliyəm evli olmaq. Mən sən bunu bir gün əvvəl sağ vermişdim. Vermişdin? Hə. Zarafat edirəm, təbii ki evli olmaq yaxşıdır. Gözlərin öyle deyil. Əleyküm salam, Gürcüstan, Ağcabədi. Nə? Nəysə, Ağcabədiyə salam, medal. Gecəniz xeyrə qalsın, gedirsiniz yəqin. Biz 90'ların çocuklarıyız onda, ayqa biz. Bəli, 90'ların. Sizə yaraşdırmıram. Mənə yaraşdırmırsınız. Biraz üzüldüm ama umurumda değil. Yıkıldım ama düştüm ama yıkılmadım. Nəsə ağırlı bir söz demək istəyirdim. Yine de nəsə yayını bağla yatsın millət. Gecəniz xeyrə qalsın. Bağlayıram. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Uzun cil nə? Niyə bəs gec evləndin? Çünkü o şey sağ. Hə, çünkü axtarışdaydım. Çünkü evim yox idi, nə bilim, maşınım, işim yox idi. Hamısına nail olduqdan sonra artıq evlənməyə qərar verdim. Həm də sıraq qodmuşdum qutarırdı. 32 yaşım var idi. Elə evzad bəhanə idi. Yıkılmadım, ayaqdayım. Elə deyirlər deyəsən. Bəli, Fidan xanım, çox sağ olun. Salam. Biz çıxırıq, siz salama biraz gec oldunuz, gec gəldiniz, özünüzə yaxşı baxın. Yenə də salam. Salam məzələnirlər. Məncə məzələnirlər. Mən bunlara deyirəm, sağ olun, gedək qalsın, salam. Bağlayın. Məncə bağlayayım da, mən ailəli insanım. Mən yəni 12-dən sonra canlıya çıxmaq mənim üçün aifdir. Aymam gəldi da mən uca çıxa bilməyəcəm. Nəysə bir yarım saatda, yox, yarısına kimi buradayım. Marni Uli'dən salam, əleyküm salam. İcazə var da yəni yarım saat. Aldıq. Belə oldu. Yox? Ha. Yəqin ayrılmaq istəmirlər. Salam, necəsiz? Əleyküm salam. Pərvanə, nə? Arxada nə olubdu? Rozetka var arxada. Aboy var. Salam, sağ ol. Əleyküm salam, bir də sağ ol. Özünə yaxşı bax, get, qadın alım, get. Gözəl ailəsiniz sağ olun, var olun. Allah bütün ailələri qorusun bütöv şəkildə. Ata-ana, övlad. Yoldaşınız çox bilmişdir. Bəli. Xeyr, Fidan xanım. Amin. Yuxum gəlir, çıxın ki, yatım. Mamam gəlib, bir 5-10 dəqiqədə səbirli olun. Yenə də yata bilərsiniz, şirin yuxular gedin. Salam, görsədin, yox. Sizə tərbiyə. Sağ olun, tər. Bütün anaları, ataları Allah qorusun. Salam, Vüsal bəy, necəsiz? Siz hansı bölgədənsiz? Mən Gürcüstandanam. 50 kaya çatdırın. Mamam deyir 50 kaya çatdırın, elə bağlayacaq ekranı. Yoxsa mamam 50 çatdırın deyil. Tovuzdan salamlar olsun Ayma ailəsinə. Ayma
niyə gəlmir? Aleyküm salam Tovuz. Nə bürcüdür yoldaşınız? Qız bürcü, Gürcüstanlı. Mama gilin yanına nə vaxt gedəsiz? İnşallah yayda görüşəcəyik. Tiflisdən salam, aleyküm salam. Tanışlığınızdan danışın biraz da baxım. Qohumumuz görücü usulundan, yəni tanış elədi. Gəncədə mən təbii ki bir oğlan olaraq getdim ora, orada görüşdük, tanış olduq. Sonra da evləndik. Mənim bürc qız bürcüm. Okey, çox qəşəng. Sabina, yəqin ki Sabina. Kaş hamı belə oğlanları tərbiyə verə, onda dünyamız düz olardı. Çox sağ olun, çox sağ olun. Yoldaşını göstər, yox göstərə bilmərəm. Qız bürcü ürəyi. Mamam indi gəlib sizə. Mamam gəlməyib, mamam Rusiyadadır, bayaq telefonla danışırdıq. Xumar Məmmədov, aleyküm salam, Gəncədən salamlar. Deyirəm axı, ona görə çox bilmişdir, mən də qız bürcüyəm. Ayma bəli, Ayma təzə gedib. Neyinirsiniz ay millət yoldaşı? Oğlaqlar bədbəxtdir. Oğlaq niyə? Aleyküm salam, aleyküm salam. Çox tərbiyəli oğlansın, bala Allah qorusun sizi. Çox sağ olun. Allah sizin evlatlarınızı da qorusun. Sizləri qorusun. Doğum günü haçandır? Kimin? Mənim yoxsa? Niyə biz yetim? Nəsə burada öz aralarında danışırlar. Salam bu millətin başı. Əsəbləşməyin. Onsuz da yoldaşım görsən deyiləm. Allah ailəni qorusun. Allah bütün ailələri qorusun. Sağ olun, var olun. Naxçıvana aleyküm salam. Aqromlu salamlar. İnşallah nə vaxtsa orada gələcəm. Bakıdan salam yoldaşınıza salam olsun. Sevdə xanım salam göndərir. Aleyküm salam. Aymanın bürcü nədir? Qoç bürcü. Xoşbəxt olun. Çox sağ olun. Allah sizləri xoşbəxt eləsin. O kökü üstündə bir tərbiyəli. Ot kökü üstündə bitər. Ot kökü üstündə bitər. Tamam. Çox sağ olun xoş sözlər üçün. Ekranı tıklayın. Mamam deyir ekranı tıklayın. Az qalıbdır. Kimsə yatmaq istəyirsə tez tıklasın, getsin yatsın. Mən də çıxıram. Əvvəl TikToker deyildi ki, yoldaşı. Yox. Bəxtin kəsib qız bürcü superdi. Çox sağ olun. İnşallah Naxçıvana gələrsiniz mənim qardaşım. İnşallah. Bakıda yaşamaq çətin olmur ki. Niyə çətin olsun ki, gül kimi şəhərdir, gül kimi dövlətimiz var. Bakı çox qəşəng yerdir. Niyə çətin olsun ki? Maşallah olsun yerlimə, maşallah gününüz olsun yoldaşınız. Bunu buraxırıq. Pas deyirəm, bizim uşaqlar istəmir oranı. Nə ola bilsin də, yəni mənim üçün bura idealdır, xoşuma gəlir, çox bəyənirəm. Qohumumuz tanış edibdir. Mənalı şirin ömür versin. Çox sağ olun. Allah sizlərə də uzun ömür, əsas da sağlamlıq. İşin olsa, pulun olsa yaxşıdır. Niyə yatmırsınız ay qardaş? Ekranı 50K-ya çünki çatdırmalıyıq. Mamamın təlimatı var. 36 minə çatırıq, biraz qalıbdır. Kömək eləyin, sizə tıklayın, gedək yataq. Mən də Gəncəliyəm, təmiz yerliyəm. Bəs yoldaşım? Mən Gürcüstanlıyam. De bizə də qız tapsın. Qohumuna de bizə də qız tapsın. Yox, daha o jönün biz nətər eləyək. Allah qismətini yetirəcək. Yəni özünüz tapın da qohumunuz yoxdurmu sizin? Qohumuna bir kömək istəyin, qonşudan. Gəncədən salam, necəsiz? Aleyküm salam, yaxşıyıq. Siz necəsiz? Yoldaşın nə vaxt gedir? Ayman yanına tıklayın, dana. Mamam yazıb tıklayın, dana. Harada işləyirsiniz? Harada qəşəng bir yerdə ofisimiz var. Bir neçə gündən inşallah açılışıdır. Ofisial tikinti şirkətidir. Bığ saxlayın, bığ. Bir dənə papaqlı belə göndərir sizə hədiyyə, bir dənə bığı da olur. Bir dənə göndərim görək yaraşır yoxsa yox. Məncə yaraşar bığ, amma heç saxlamamışam. Anama çox bənzəyirəm, ola bilər. Ayma ürəkdir. Yoldaşınız nə vaxt
Yayda gedirik bir yerdə hamımız. Az qaldı, var olun, sağ olun. 41 minə çatırıq. Yaman ultra rejimə keçirsiniz. Rejimə belə tık basırsınız. Aha, ona kimi saysam çatdırmazsınız. Bir 20-yə kimi sayaq 50 min eləyərsiniz məncə. Yəni ekranı çox tez tıklayırsınız. Bax sayıram bir bax. 5 6 7 8 9 10 10 saniyə qalıbdı 6 min. Bax sayıram 1 Salam yerli ayma gəlsin. Gələcək inşallah ya da biz oraya gedəcəyik. 2 uzadıram vaxtı, yorulmayın. Hə, tez gedək bir yerdə videolarımız maraqlıdır inşallah. Son Dumanistdən sizlərə aleyküm salam. 3 tez gedin bir də 4 Əgər malades sizə afərin çatdınız. 5 6 7 8 9 10 Sağ olun, var olun, əlasız. Nə? Bu nədir? Ayma güldürsün, ayma güldürsün. Vallahi elə yazısız oxuya bilmirəm. Get da, zəhləniz getdim məndən, gedeyim. Tamam, gecəniz xeyrə qalsın, Allah əminət olun, özünüzə yaxşı baxın. Mamam da odur, minnətdarlığını bildirir, sevindi 50 kaldığımız üçün. Mesajınız oxudunuz, çox sağ olun, bəyənilər göndərdim sizə. Çox sağ olun, var olun. Ayma xoşuna gəlir ki, güldürür sizi, barmağım qırıldı. Gedin dincəlin, üfürün, buza basın. Oxudunuz, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın. Yaxmırsa digər canlılara keçin. Çox tərbiyəli ailəsiz, çox sağ olun, var olun. Gecəniz xeyrə qalsın. Çox xəbərli sabahlar. Xoş xəbərli sabahlar. Çox sağ olun sizə də. Hadi. Mam, sənin də gecən xeyrə qalsın. Sizə də sağ ol deyirəm. Adınız TT-dir. Audi TT yəqin ki. Amin, amin. Sağ olun, var olun, özünüzə yaxşı baxın. 570 adam var idi, indi ona baxdım. Gözüm ora baxmır ki, necə izləyici var. Özünüzə yaxşı baxın, sağ olun, gecəniz xeyrə qalsın. Yoxsa gec sağollaşacaq. Sağ olun. Bağlayanmıram. Gözlə bir dəqiqə.